Yasamal rayonunun Mirəli Seyidov küçəsində təcili olaraq 3 otağa düzəlmə, tam təmirli kubcalı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda. Əvvəldə də bildirdiyim kimi Mirəli Seyidov küçəsində inşa olunmuş hündür mərtəbəli binanın 9-cu mərtəbəsində ümumi sahəsi 103 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli və qazı, suyu, işığı daimi olan bir mənzildir. Liftləri işlək vəziyyətdədir. Mənzilin sənədi kubcadır, ipotekaya yararlıdır. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər inşaatçılar metrosuna və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud da icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Mirəli Seyidov küçəsində. Yeni inşa olunmuş hündür mərtəbəli binanın 9-cu mərtəbəsində. Ümumi sahəsi 103 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli bir mənzildir. Sənədi kubcadır, ipotekaya yararlıdır, istilik sistemi kombidir. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına və həmçinin inşaatçılar və elmlər metrosuna da çox yaxın bir ərazidə yerləşir. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.